Şair Nazilə Səfərliyə ağır itki üz verib. Şairin atası Bəhlul Məmmədov vəfat edib. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, Nazilə Səfərlinin atası onkoloji xəstəlikdən əziyyət çəkirdi. Türkiyədə Azərbaycan vətəndaşı ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olub. Qəza Sivasın Yıldızeli rayonunda baş verib. Belə ki, Sivas-Tokat avtomobil yolunun Çamlıbel aşırımında Azərbaycan vətəndaşı Elməddin Qurbanovun idarə etdiyi yük avtomobili Tokat istiqamətində hərəkət edən Davud Kayalının idarə etdiyi digər yük avtomobili ilə toqquşub. Qəza zamanı Elməddin Qurbanov hadisə yerində keçinib. Onun cəsədi aidiyyat üzrə təhvil verilib. Digər nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, qəza ilə bağlı istintaq aparılır.